Salam əziz Azərbaycan dili öyrənənlər, mən Səmən Güləvəzli, Azərbaycan dili və ədəbiyyat müəllimiyəm. Mən izah edəcəyim mövzuya keçmədən öncə qeyd etmək istəyirəm ki, bizimlə əlaqə saxlamaq istəsəz 077 325 7077 nömrəsinə əlaqə saxlaya bilərsiniz. Eyni zamanda bizi Instagram və ya digər YouTube-da, digər sosial şəbəkələrdə axtarmaq istəsəz 2vur2.az olaraq axtara bilərsiniz. Keçək bugünkü mövzumuza. Sıx sözünə baxacaq ki, bilirik ki, sıx sözü sıxmaq feili mənasında və məsələn, sıx toxumaq, sıx digər bir mənalarda da, məsələn, sıx toxunuş mənasında nə ola bilər? Sifət ola bilər. Eyni zamanda bunu təbii ki, biz hərəkətə aid edərək zərf də götürə bilərik və sıxmaq feili olaraq. Biz əsasən testlərdə bunu feil və sifət olaraq müqayisəsini görəcəyik. Ona görə feil və sifəti qeyd elədim. Və keçək bu sözlərə baxaq ki, bu sözlərdə biz necə müəyyən edək ki, bunlar sıx sifətindən yaranıb, yoxsa sıx feilindən yaranıb. Ümumiyyətlə, əzbərləyə bilirsinizsə, təbii ki, əzbərləməyiniz çox gözəl, amma əzbərləyə bilmirsinizsə, belə bir metoddan da istifadə edə bilərsiniz ki, sözə qoşulan şəkilçiyə baxa bilərsiniz. Ümumiyyətlə, məsələn, bu testlərə daha çox harda rast gəlirsiniz? Eyni köklü sözlərdə. Biz bilirik ki, eyni köklü sözlərin iki başlıca şərti var ki, bunlardan biri odur ki, köklər leksik və qrammatik olaraq eyni olmalıdır. Yəni ki, məsələn, gül sözü eyni cür yazılır, amonim sözdür. Amma biri gülmək mənasında feildir, birisi gül, çiçək mənasındadır. Ona görə məsələn, mən gülüşlə güldanı eyni köklü götürə bilmərəm. Leksik mənada fərqlidir, qrammatik məna eynidir, düzdür? Yox. Qrammatik məna olaraq da fərqlidir. Biri feildir, biri isə isimdir. Deməli, həm qrammatik mənası fərqlidir, həm leksik mənası fərqlidir. Mən buna eyni köklü götürə bilmirəm. İkinci şərtimiz isə sözlərin mütləq şəkildə düzəltmə olması, ən az bir leksik şəkilçi istifadə olunmasıdır. İndi baxacaq bu nümunələrə ki, görək bunun hansının kökü feil olan sıxdır, hansının kökü isə sifət olan, sifət və ya feil. Və onu da qeyd edeyim ki, təbii ki, testlərdə biri feil, biri sifət olan, yəni kökünün biri feil, biri sifət olanı, məsələn, sıxılla sıxlaşı siz eyni köklü götürə bilməzsiniz. Çünki ümumi qrammatik mənasına görə, yəni aid olduğu nitq hissəsinə görə də fərqlidir. İndi baxırıq. Məsələn, ıl şəkilçisi, burada ıl üstü 4 şəkilçisidir. Baxaq, əgər məsələn bilmiriksə ki, bu ıl şəkilçisi nəyə qoşulur? Əslində biz bilirik ki, məchul növün şəkilçisi olsun, icbar növün şəkilçisi olsun. Bunlar feildən feil düzəldən şəkilçilərdir. Il da məchul növün şəkilçisidir. Onsuz da feildən feil düzəltməlidir. Amma başqa bir sözdə baxaq. Məsələn, yazılmaq. Necə deyirəm? Yazılmaq, görülmək, görməkdən görülmək, yazmaqdan yazılmaq. Bu şəkildə biz bunları görəndə, deməli biz başa düşəcəyik ki, bu feildən feil yaradıb. Yəni bunun kökü feildir. Eyni şəkildə bayaq demişdim ki, icbar növ, bilirsiniz ki, dır həm leksik və qrammatik olmaqla iki cür işlənə bilir. Adlara qoşulur, məsələn, bu kitabdır. Bu tip olanda qrammatik şəkilçi olur, sözün sadəcə formasını dəyişir. Və bir də ondan sonra maq artıra biləndə, məsələn, sıxdırmaq. Bu şəkildə ola biləndə feildə qoşulur və feil yaradır. Və dır şəkilçisində, məsələn, ən sadə yazdırmaq, digər başqa sözlərdə bərkitdirmək, bu şəkildə biz görə bilərik ki, feildən feil yaradır. Deməli, bunun da kökü feildir. Iş şəkilçisi, qarşılıq birgəlik növün şəkilçisi, görməkdən görüşmək, sıxmaqdan sıxışmaq. Bu cür şəkildə ola bilər nə? Feildən feil düzəldi. Burada da iş üstü 4 şəkilçisidir. Və digər olaraq biz baxacağıq sıxıcı sözünə. Burada da sözün kökü sıxmaq nəyə olacaq? Feili olacaq. Məsələn, digər ıcı şəkilçisini başqalarına artırsaq, qırıcı sözünə baxsaq, qırmaqdan qırıcı olaraq bunu nümunə olaraq ağlımıza gətirə bilərik. Yəni, feildən düzəlmiş olacaq. Yəni, kökü feil. Sıxlaş sözünə baxaq, amma burada artıq bu ikisi adlara qoşulan şəkilçilərdir. Adlara qoşulduğuna görə də laş şəkilçisi, məsələn, başqa nəyə? Daşlaşmaq deyə bilərik, məsələn. Daşdan daşlaşmaq. Daş nədir? İsimdir. Və ismə daşlaşmaq burada daş atmaq mənasında olduğuna görə biz kökü isim deyirik. Daşmaq mənasında olsa gəl, məsələn, suyun daşması, o mənada olsa biz feil deyəcəyik. Amma burada o daşlaşmaq, yəni bir-birinə daş atmaq olduğuna görə kökü də isimdir. Və burada ona görə adlara qoşulan şəkilçidir. Lıq şəkilçisinə baxaq, məsələn, digər yazlıq. Məsələn, görürsünüz, yaz sözünə qoşulur. Deməli, bu da adlara qoşulur. Yəni, bu sözlərdən lıqla laşı eyni cərgədə əgər biz görsək, bunları eyni köklü götürəcəyik. Və yaxud sıxıl, sıxdır, sıxış, sıxıcı.
Bunları görsək, bunları eyni köklü götürəcəyik. Amma bu qrupdan hansınsa bu qrupla bir yerdə görsək, onları eyni köklü götürməyəcəyik. Ümid edirəm sizin üçün aydın oldu. Mənim deyəcəklərim bu qədər. Testlərdə inşallah ki, daha rahat şəkildə tapa bilərsiniz. Hər hansı bir sualınız, şərhiniz olsa şərh bölməsində qeyd edə bilərsiniz. Hansısa çətin gələn mövzular varsa, onları da qeyd edə bilərsiniz ki, gələcək videolarımızda o mövzulara toxunaq. Minnətdaram izlədiyiniz üçün. Növbəti videolarda görüşərik.